Burada nə edə bilərik biz? Baxın, hamısının axırı metrdən bitəcək. Bax, hamısında metr hərfləri var. Bunda da var metr, bunda da var, bunda da var. Deməli, bu nə deməkdir? Bu cihazlar deməkdir. Bax, məsəl üçün, A variantı olacaq nə? Məsələn, ampermetr. Baxın, ampermetr əmələ gəlirmi? Gəlir. Sonra, B variantı nədir? Termometrdir. Baxın, termometr. Uyğun gəlirmi? Gəlir. C variantı, saxlayarkən deyə bax hələ. D variantı barometrdir. Barometr. Y variantı nədir? Voltmetrdir. Deməli, bizdə qaldı C variantı. Biz bilirik ki, ampermetr, termometr, barometr və voltmetr cihazlardılar. Nə isə ölçən cihazlardılar. Bir dənə qalır C variantı. C variantı da belə elə bilər ki, bunu məsələn S var, A var, T var, N da var. Deməli, nə bilərik biz bunu santimetr kimi götürə bilərik. Baxın, santimetr uyğun gəlirmi? Gəlir. Gördük ki, santimetr burada cihaz deyil, bir ölçü vahidi olduğuna görə cavabımız elə C variantı alınacaq. Aydın oldu? Bəli, müəllim, aydın oldu. Sonra 133 dənə sual var. 130. 130. Deməli, 130-cu sualda bizə verib nə? Baxın. B variantı daha asan görsənir. Biz bunu görə bilərik nə? Kvadrat. Sonra E variantı 3 bucaq. A variantı düz bucaqdır. Bəli. C trapesiyadır. C trapesiya. Düz bucaqlı. C variantı bəli trapesiyadır. Bəs D variantı nədir? D variantı nədir sizcə? Dekar. Necə? Dekar. Oktaedir. Oktaedir bir fəza figurudur. Yəni bunlar hamısı müstəqil. Müəllim indi buradan nə soruşur ki bizdən? Fərqlini istəyir. Səndən deyir ki, fərqli olan birini tap. Biz kvadratın... Onda elə D variantıdır müəllim. Bəli. Kvadratın, düz bucaqlının, trapesiyanın və üçbucağın müstəvidə yerləşdiyini bilirik. Yəni müstəvi fiqur olduğunu bilirik. Lakin oktaedir nədir? Fəza figurudur. Yəni çox boyutlu bir ölçüsü var. Ona görə cavabımız olur D variantı. Çünki digərlərindən fərqlidir. Sonra Mən 120-yə baxa bilərik. baxaq. 120-də molekul, oksigen, hidrogen, karbon, helyum. Tamam. Oksigen nədir? Qazda elə. Qaz. Bəli. Karbon nədir? O da qazdır. Helyum qazdır. Hidrogen qazdır. Bəs yaxşı, molekul nədir? Ha. Mənim burada fərqli olan molekul deyil. Bəli. Molekul zərrəcikdir. B, D, C və Y variantlarında yerləşənlərsə nədir? Elementlərdir və yaxud da qazlardır. Elementlər. Belə deyə bilərik. Lakin Bəli. molekul nə element deyil, nə də qaz deyil. Bəli. Sonra Yəni məndə 130. 133 demişdiniz sən. Bizə baxaq müəllim bir dənə. Baxaq. Zəhmət olmasın. Deməli, bizə burada deməli A variantı 127 baxacağıq. A variantı Mədinə. Şəhərlərdir bunlar. Məşhər. Məsələn, C variantı Axund. Deməkcə. Bəli, Məkkə, Kərbəla. Edə, Kərbəla. Mənim burada fərqli olan variant deyil. Bəli, Axund. çünki insandır. Axund insandır, gəlirlər müqəddəs şəhər. Bunları şəhərdə biri insanadır. Bəli. Sonra 127 demişdiniz. 127. Deməli, 127-də bizə nə veribdi?
Scanner, baxın, biz A variantındakı konser sözündən scanner düzəldə bilərik. Scanner. Sonra B variantından speedometer. C modem olar. Bəli, modemdir. C modem. C'deki Prosesor. prosesör. D prosesordur, bəli. E printer. Y də printerdir. Yəni burada fərq onun deyil. Bəli, speedometer maşına aid yaramız kompüterin hissəcikləridir. Yəni hissələridir belə deyim. Aydındır? Bəli. 146. 126'ya da baxa bilərik. 126'ya Heç baxaq. yazmamışam bundan. 126'ya baxaq. 126'da deməli bizə verib sosialist. Baxın, A variantı sosialist. B variantı kapitalist. C variantı komünist. Sonra D variantı publisist. Hocam E variantı nədir? Kapitalist dedik, sosyalist dedik, komünist dedik, publisist. Əslən imperialist, bəli. Deməli bizim cavabımız olacaq nə? Publisist. Niyə? Çünki publisist insandır. Publisist bir sistem deyil. Digər hamısı komünist, kapitalist, Müəllim sosyalist. 128-də də baxarıq zəhmət olmasın. Baxarıq. İmperialist. Bunlar hamısı sistemlərdir. Bir dənə publisist insandır. Peşə sahibidir. 128. B variantı Belçikalı. C variantı Portuqaliyalı. D variantı İtalyalı, Y variantı İspanyalı. A variantı isə ayağı yalın olmalı, səhv eləmirəmsə. Bəli, ayağım. Ayağı yalın, bəli. Onlar avar. Bəli. Son Aydındır. 140. Bəli. Sonra 140 neçə? 146. 146 nəvə sual var uşaqlar. Məndə yox. 146-ya baxaq. Bizə nə deyir? Deyir, sözlər cütünü tamamlayın. Deməli, bu nədir? Mənim ümidim uşaq baxsa, şagird məktəb deyil. Bəli, Orada bu uşaqdır. Bağça, bəli, uşaq bağçaya aiddir. Şagird isə məktəbə aid. məktəb, bəli. Cavab məktəb deyil. Məktəbdir. Çünki özün tapdın da. 139'a baxa bilərik. Müəllim 146-da Y variantı nə oldu? Yəni hansı söz oldu? Tənbəl. Tənbəl, hə. Neçə bax Bir dəqiqə deyirsiz? müəllim. Bu bir dəqiqə müəllim. 139'a baxa Bu- bilərik dedim. Tamam, D baxaq. variantı paket oldu. A variantı nə oldu bəs müəllim? Müəllim, B variantı məktəb, Cədvəl. C variantı cədvəl, D paket, Y tənbəl. Bəs tənbəl niyə aid olmadı ki? Bunlar fərqlidir axı. Yox, səndən yuxarıdakına uyğun istəyir. Bax, uşaq harda oxuyur? Uşaq elədir. bağçaya gedirsə, şagird də məktəbə Şagird də gedirsə. məktəbə Hə, getməlidir. hə, bildim. Ona fikir verməmişəm. Üzr istəyirəm. Deməli, 139 dedizdə. Deməli, tələbə, müdavim, məzun, şagird, kursant. Cavab C variantı məzun. Cavab necə variantın gəlin onu izah edeyim. Baxın, tələbə hələ təhsil alır. Müdavim də hələ təhsil alır. Yəni arası hazırlaşır. Şagird də məktəb təhsil alır. Kursant da məsələn hərbidə təhsil alır. Amma məzun artıq bitirmişdi. Məzun artıq yekun bitirir. İstər məktəbdən olsun, istər universitetdən olsun, istər hərbidən olsun. Hər yandan məzun, yəni bitirmək deməkdir. Aydındır? Yəni artıq bu davam eləmir də, bitirib. Müdavim nə deməkdir? MİQ hazırlığına gedirik uşaqlar. Bax, ona müdavim deyirlər. Yəni burada ən fərqli olan məzundur. Bəli. Sonra başqa?
Ayrı sual var. Məndə 156. 145 dediler. 145'e bakaq bir tane. Deməli. Baxın. Buradan tuta bilər aslında bu çən sözü bilsək. Məsələn, bax buna nə məna gələ bilər? Boks. Boks, Boks. judo, Boks, judo, Bu da karate. 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 Niyə futbol yazıbsınız? Baxın, yuxarı şərtdə nə deyir bizə? Ümumiləşdirici söz tapın. Demir sənə davam elə. Sadəcə ümumiləşdirici söz tap. Və gəldik bura. Karate, judo, boks bunlar nədir? İdman. İdman. Əslən, Y variantı da Buna məndən görə yoxsa. sabit ötəci idman, yəni D variantı. Ah, Aydındır? hə, idman. Sonra 100 neçə dedi 156? 156 bəli. 152 var onun qabaq. 152'ye baxaq. Deməli, bizə verir cihaz həkim ölçü. Ki, hamısı bir-birinə oxşuyur. Deməli, bu dermatologdur bu 100%. Və həkimdir. Sonra bu dinamometr. Cihaz. Dinamometr. Bəli, dinamometr cihazdır. Cihaz. Spidometr cihazdır. Burada məndə Nanometr ölçüdür. 10-9. Terapevt də həkimdir. 1 BC, 2 A'ya 3D. Bax bunlardan birini qeyd eləməsəz, məsələn, 1-ə eləcə B yazsaz, 2-yə A'ya 3-ə də yazsaz sual səhvdir. Aydındır, yəni hamısını qeyd etmək lazımdır. Təbii ki, uyğun gəlirsə, gəlmirsə qeyd eləmə. Sonra 156-dan əvvəl sual var. Baxaq 156-cı suala ki, bu qəbula düşmüş sualdır. Verilən sözlər arasında məntiqi əlaqə əsasən həlacı variantı seçin. Deməli, saat, saniyə, dəqiqə. Bunlar arasındakı münasibət necədir? 1 saat neçə saniyədir? 1 saatsa, Neçə dəqiqə dəqiqəni deyin amma. 60 dəqiqə. Bəli, 60 gəlin belə yazaq. 1 saat 1440 saniyə. 60 saniyə. 60 dəqiqədir. Bəs 1 dəqiqə nə qədərdir? 60 saniyə. 60 saniyə. Yəni bunlar ilə bir şey arasında 60-60 fərq var da elə. Gəlin baxaq indi bura. Yəni bax, belə deyim də, saniyədən dəqiqə, dəqiqədən saata getmişik ya. Bu oxu istiqamətlərini oxuyaq. Gəldik bura. İl, ay, həftə, metr, santimetr, desimetr, ton, sentiner, kiloqram, ton, C variantı kiloqram, məndən yoxsa. kilometr, santimetr, millimetr. Gəlin baxaq. Bir il neçə aydır? 12 ay, hər ayda 7 həftə var. Bundan gedə bilmərik. Çünki baxın, həftə aya, ayda ilə çevrilə bilər. Oxun istiqamətlər belə alındı. Yuxarıda kimi deyil. Metr, santimetr, desimetr. Bax, belə deyim də, 1 metr 10 desimetrdir. 1 desimetr də 10 santimetr. Dəyişməz ölçü vahidləri. Yuxarıda dəyişməmişdi. 60 qalmışdı. Burada da 10 qalıb. Eyni olaraq qalıb. Gəncəyə baxaq. Ton, sentiner, kiloqram. 1 ton 10 sentinerdir. 1 sentiner 100 kiloqramdır. Bu mümkün deyil. Bu alınmayacaq. Gəlin baxaq bura. 1 ton 1000 kiloqramdır. 1 kiloqram da 1000 qramdır. Amma indi burada bir xəta var. Necə? Yeri tərsinədir. Bəli, yer tərsinədir. Bax, burada belə gələcək yenə. Qramdan kiloqrama, kiloqramdan tona. Yuxarıdakı oxu istiqamətləri fərqlidir, bu səhvdir. Kilometr, santimetr, millimetr, 1 kilometr santimetrdir. Elə 1000 metrdir, 1 metr də 100-ə vuranda 100 min metr eləyir, bu səhvdir. Cavab vermə. Qoca B variantı. Aydındır? Bəli. Sonra Məndə 158. 158. 5 sözdən birini tapaq. Deməli, A variantı vəzifə. Vəzifə. B variantı Mayor. mayor. C variantı Polkovnik. polkovnik. D variantı leytenant. E variantı
General. Cavab nədir burada sizə? Vəzifə müəllim. Bəli. Çünki vəzifə bildiyimiz vəzifədir. Digərləri isə hamısı vəzifəyə aid. Mayor, polkovnik, leytenant kimi hamısı vəzifənin növləridir. Aydındır? Bəli. İcazətə baxarıq da. Baxaq. Deməli, pianino, klarnet, skripka, kontrabas. O görüm C variantı nədir? Nəzarət. Nəzarət, bəli. Nəzarət də bildiyimiz kimi musiqi aləti deyil. Digərləri pianino, klarnet, skripka və kontrabas musiqi alətləri hesab olunur. C variantı musiqi aləti deyil. Başa düşdünüz? Bəli. Sonra 169. 169-dan və var sual. Yox. 169-a baxaq. İndi burada idman növləri səfərləmsə, basketbol, sonra voleybol, handbol, beyzbol. Bu da o cümlədir bu. Bostan. Bostan da bildiyimiz kimi idman növü deyil. Amma bu variantda statistika baxır cavablarda. Mən bunu yazmışam statistika. Cavab nə çıxıb bəs? D çıxıb. D çıxıb. Ola bilsin cavablarda biraz problem var. Cavab bostandır. Siz cavabını götürmüşsünüz özünüz. Oldum. B götürmüşdüm mən statistika. Düz götürürsünüz. Burada B idi. Çünki o ən fərqli odur. Bəli. Sonra Müəllim, bunların hansı sözə uyğun olduğunu birinci nəyidən tapmaq olur? Məsəl üçün, hansı şeyə aid olduğunu necə tapmaq olur? bir dənə sözü məsəl üçün söz oyunu ifsanə ümumiyyətlə. Mən çox yox. Söz oyununda hepsi necədir? Elə bir ki, hərfləri verirsən, bundan söz bulmalısan. Ki, burada da eyni şey verib. Hərfləri verirsən, bundan söz tapmalısan. Söz tapmaq üçün də başlasan ən asan sözdən. Ən asan tərəf gözünə elə bir ki, hansı daha rahat dəyər söz düzəltməyə, ondan başlasan. Düzəltsən, məsələn, görürsən ki, burada B, Ə, N, L, H, O, D var. Nə bilərik bundan? Və yaxud da yuxarıda tek, bol, bas var. Buradan bol deyə basketbol götürə bilərik buradan, yəni. Basketbol özünü tapdın. Əla. Deməli, sən beyni gətirməlisən hamısının nəyi? İdman növlərini. Nə bilim, futbol, voleybol, handbol, beyzbol, nə olur olsun. İdman növ gəzirsən və variantlarda onu uyğunlaşdırırsan. Məsələn, voleybol sözünü C-yə uyğunlaşdıra bilərsən. Handbolu E-yə uyğunlaşdıra bilərsən. Beyzbol D-yə uyğunlaşdıra bilərsən. Amma B, görürsən ki, B bunlardan deyil. B-ni özünü tapırsan. Ki, burada bostan sözü alınır. Bostan da görürsən ki, digərlərindən fərqlidir. Və yaxud da tapdığın o 4 dənə cavabdan heç biri bir-birindən fərqli deyilsə, hamısı eyni idman növünə aid isə, deməli, cavabımız B variantı qalır. Sözü tapmasan belə. Bəli, mən bildim. Sonra 170-ə baxırıq. Kurator, direktor, novator, prioritet və ekvator. Baxın, kurator bir vəzifə sahibidir. Direktor vəzifə sahibidir. Novator onu kimi. Repetitor, devamlı repetitordur. Bu da vəzifə sahibidir, yəni belə deyim, peşə sahibidir. Amma ekvator xəttdir. Ekvator coğrafiya aiddir. Bəli. İnsan deyil. Ən fərqli odur. Sonra 175. 174 və 175. Bayraq rəmz. Bayraq nədir? Rəmzdir. Yəni, bayraq rəmzin daxilində yerləşir. Qaşıq çəngəl deyil. Yəni, burada Niyə E olmur? Baxaq. Vəkil hüquqşünas. Bəli, vəkil hüquqşünasa aiddir. Məsələn, hüquqşünasın növlərindən biri də ola bilər hakim. Burada vəkil verib. Deməli, bu buna uyğun gəlir. Cavabımız B variantı olacaq. C-yə baxsaq, giləmeyvə qarağat. Xeyr, qarağat giləmeyvəyə aid ola bilər. Cəlb konstitusiya, bunlar bir-birinə aid deyil. Gəldik E variantına, dövlət prezidenti. Dövlət, belə deyim, prezidentə aiddir. Burada elə göstərib, amma
Tərsinə olmalıdır. Yəni prezident dövlətə daxildir. Yəni dövlətin tərkibindədir. Dövlət idarəçiləri prezident. Ona daxildir yəni. Yəni bizdə oxun istiqaməti necə idi? Bayraq rəmzi daxildir. Burada da prezident dövlətə daxil olmalıdır. Ona görə yanlış olur. Cavabımız olur A variantı. A variantı yəni B variantı. Eyvallah. Sonra 175-ci suala baxırıq. 175-də baxaq. Məsələn, burada əklük verib. Bunu yaza bilərik nə? Külək. Külək. Deməli, təbiət hadisələrini yazmalıyıq. Məsələn, yağış. E. Leysan. D. Qasırğa. Hə, leysan. D. Qasırğa. Fərqli A var. Çünki gözətçi Bəli. Aya qaldığına gödəkçə. Gödəkçə də bir təbiət hadisəsi deyil. Game növü olduğuna görə. Cavabımız olur A variantı. 170-də cavab C çıxıb. 170 hansı idi? C çıxıb. Dəqiq. Orada da yəqin ki, bir problem var. Onu da düzəldərəm. Cavab yəni ekvatordur yəni. Müəllim 180-də cavab C idi. Baxın bir dənə 180-ə. Xeyr. C yox, A. Bəli. Adı. Başqa sual var burada? 176-ya baxa bilərik. Sadəcə oradan ikisini tapa bildim. Kardioloqla avtomobil. Tamam. Deməli, A variantı nekroloqdur. Sonra B variantı kardioloqdur. C variantı uroloq, D variantı gastroloq, E variantı oftalmoloq. Burada cavabımız A çıxacaq. Niyə? Çünki bunlar deməli canlı insanlarla müalicə edirlər, amma bu nekroloq artıq yəni vəfat etmiş insanları araşdırır. Bir şey deyə bilərəm. Qəbula bu dərəcə çətin sözlərin düşmə ehtimalı var. Bu çətindirmi ki? Çətindir. Həkim adları. Yəni bu qəbula düşmüş sualdır, belə deyim. Bu elə bir ki 100 neçədən başladıq biz qəbul suallarına. 156-dan axıra qədər hamısı qəbula düşmüş suallardır yəni. 76 da onlardan birisi idi. Bəli, qeyd olunur. Sonra sual var ayrı. Xeyr, mənim yoxdur məndə. Doğru. Məndə yoxdur müəllim. Hamıda sual bitsə keçək yeni dərsimizə. Keçək müəllim, keçək. Bugünkü dərsimiz aşkar operatorlar və yaxud da riyazi əməllərində hansı adla desək. Biraz riyazi yönümlü bir dərsdir. Belə deyim. Maraqlı dərsdir. Bu dərsin əsas mahiyyətindən ibarətdir. Bizə verilən yuxarıdakı düsturlara uyğun olaraq biz aşağıdakı tələb olunanları aparıb yuxarıda əvəz eləyib cavabı tapacağıq. Yəni çətin bir şey yoxdur burada. Sadəcə bizdən diqqət tələb eləyir və bildiyimiz üstəgəlmə çıxmanı, vurmanı, bölünməni, qüvvəti yüksəltməni bilmək istəyir. Vəssalam. Başqa bir şey istəmir bizdən. Yəni diferensial tənliklər, nə bilim, belə loqaritmaza da yoxdur bizdə. Baxaq birinci suala. Ekranımda görsənir. Bəli. Əla. Baxın, sadə bir sualla başlayırıq. Yuxarıda verilən operator dediyimiz fiqur. Bu bizdə operator adlanır. Çünki heç bir əməl deyil də, o sadəcə bir operatordur. Bu operatorun solunda yerləşir nə? A. Bərabər verib 2 vurulsun mörtəzələ A üstəgələk 5-ə. Aşağıda bizə nə verib? Həmən rompun, yəni həmən operatorun solunda verib 6. Burada nə vermişdi? A vermişdi. Burada 6 verib. Biz nə edirik? A bərabərdir 6 yazırıq. Yəni bunu 6 elədik. Artıq bərabərliyin sağ tərəfində harda ki A-ya 6 demişik, həmən yerdə bərabərliyin sağ tərəfindəki bütün A hərfləri olacaq burada 6.
Bunu qoyduq 6. 6 üstə gələk 5. Eləcək 11. Vurursan 2-yə. Elədi 22. Aydındır? Bəli. Asan demiş mən. Bəli. Hamı başa düşdü deyək. Bəli. Baxın bir necə eləyirəm. Bizə aşağıda yenə bir operator verib. Məsələn bunu. Sağında verib n. Həmən bərabərlikdən sonra isə n kvadrat üstə çıxaq 4n üstə gələk n-in kubu və s. Bizə lazımdır həmən o cavabı tapmaq. Bunun üçün bizə verib ki, operatorun sağında 3 olsaydı cavab nə çıxardı? Sən qalxsan yuxarı. Operatorun sağında nə vermişdi? N. Səndə nə verib? 3. Deməli, nə görürsən? N bərabərdir 3. Götürəsən. Hardakı 3-ə bərabər elədin n-i həmən tərəfdən. Hər yanda n-i yeni yazsan 3-ü. İndi 3-ün kvadratı 9. Üstə gələk çıxaq. 4 vuraq 3. 4 vuraq 3 yəni 12. Üstə gələk 3-ün kubu yəni 27. Bərabərdir. Nə eləyir? Cavab 24 edir. Aydındır. Hamıya aydın oldu deyək. Əla. İndi gəlin bir dənəsini yenə izah edeyim. 3-cü sualı. Bu biraz fərqlidir gəlin. Mən desəm. Necə? Orada A kvadratın plus 4-ə 21 deyəcək. Orada A 5 eləyir. 7 5-in 35 plus 2 37. Əslən. Neynərik? Baxın, yuxarıda bizdə operatorun sol tərəfində verilən ifadə nədir? A kvadratı çıxaq 4. Bizdə nə verib həmən tərəfdə? 21. Sən bərabər etsən bunu 21-ə. Birdən götürüb bu 21-ə aparıb A-nı yerinə qoyarsınız yuxarıda. Xeyr. Bizdə yerinə qoymaq ifadəsi ümumiyyətlə işlənmir. Bərabər etmək ifadəsi işlənir. Nə bərabər olunur? Məsələn, operatorun sol tərəfindəki bizdən tələb olunan sol tərəfdəki rəqəmə bərabər olmalıdır. Sağ tərəfində məsələn nə verilsəydi, sağ tərəfdəki rəqəmə bərabər olmalıydı. Aydındır? Burada da A kvadratı bərabər oldu 21 üstə 4-ə, yəni 25-ə. A bərabər oldu nəyə? 5-ə. Bəli. A bərabərdir 5. Çıxa bilərsən, dərsin kaydı var, ona baxarsan. A oldu 5. Deməli, indi biz haradakı A-ya 5 demişik, yerinə qoyacaq indi. 7 dəfə 5, 35. Üzərinə 2 əlavə eləsək nə olacaq? 37 olacaq. Aydındır? Hamıya aydındır deyək. Müəllim bir şey soruşmayı. Buyur. Orada siz üstə gəldiniz. Yəni o məsəl üçün o 21-i qoyduğunuz yerdə. Amma orada çıxış arası göstərir axı. A-nın kvadratı çıxılsın 4 yazılıb. Bax bu 4 var. Tənlikdə belədir ki, bax bu 4. Keçəcək bu tərəfə. Mənfisi var, yox üstə gələk. Hə, bildim. Oldu 25. Bir dənə gəlin 4-cü tip sualı izah edeyim. Bax nə edirik? 2 dənə operator verib bizə. Bir dənə kvadrat, bir dənə romb. Bu zaman nə edəcəyik? Hər zaman riyaziyyatda birinci qaydamız nədir? Mötərizənin içi. Mötərizənin içində verib bizə 7 kvadrat. 2 7-ni nəyə bərabər eləyəcəyik yuxarıda? A-ya. Bu oldu 7. İndi haradakı 7-yə bərabər eləmişik? Bərabərliyin sağ tərəfində, yəni bu hissədə harada A görsək yeni yazacaq 7-ni. 3 dəfə 7 üstə gələk 1, 22. Bunu belə yazdıq, amma cavabımız 22 deyil ha. Biz tapdığımız nədir? Mötərizənin içərisidir. 22. Mötərizənin çölündə bir dənə romb var. Gəlin bunu da həll edək. Burada baxırıq ki, romb yuxarıda, solunda 22 var. A var daha doğrusu. Biz bu 22-ni A-ya bərabər eləsək indi. Yazırıq burada da 22 çıxaq 2. Bərabər nəyə? 20-yə. Deməli bizim cavabımız nə olur? E variantı 20 cavabı olur. Aydındır? Bir də gəlir rəssamsınız. İzah edirəm, bəli. Baxın.
Buranı silim. Gəlin pillə-pillə gedək. Dediyimiz kimi birinci rəziyyətdə mötərizə həll olunur. Mötərizənin içərisində bizə verib 7 kvadrat. Bu kvadrat hardadır? Yuxarıda. Baxacağıq. Sağ tərəfində, sol tərəfində nə verilibdir? A verib. Burada verib 7. Bax, birinci bura baxırıq, ha. Birinci bura baxaq. Sol tərəfində 7 verib, yuxarıda A verib. Biz nə edirik? A bərabər 7 götürdük. Burada. Bunu aşağılaşa dəxli yoxdur. Ha, ancaq bura aiddir bu. Burada indi A yazdıq 7. İndi harada görsə yenə yazırıq 7-ni. 3 vurulsun 7 üzərinə gələk 1. Bərabər oldu nəyə? 22-yə. Bu hələ yuxarıdakının, yəni yuxarıdakı nə idi? Bu mötərizənin cavabı idi. 22. İndi biz bu tapdığımız cavabı nə edirik? Rombun nə tərəfinə düşür? Sol tərəfində elə ki belə bir şey var da. 22 romb var. Rombun da yuxarı baxır ki buradadır. Rombun da solunda A var. Biz bu yazırıq buradan. A bərabərdir 22-yə. Burada yazdıq A bərabərdir 22-ni. Burada gətirib 23-ni qoyursan yerinə. Bir də çıxırsan 2-ni. Cavab olur 20. Aydın oldu. Əla. İndi 5-ci sualı. Bayaq yuxarıda 3-cü sual var deyib, onun kimi bayaq onu izah eləmişdim. Onun kimi indi 5-ci sualı həll edin yerinizdə tez. Cavabımız da var. Elə bilirsiniz uşaqlar. İzah edinmi? Biz burada necə eləyirsiniz? İzah eləyərsiniz zəhmət olmasa? Məsələn, səsini Deməli müəllim, burada emojinin soluna 84 veribdi. B kvadratı minus 3 deməli 84-dür. B kvadratı 81 eləyir. B-də 9. B 9 olandan sonra yuxarıda bərabərliyin sağ tərəfinə qoyuram. 9 plus kök altı 9-dan 3 çıxır. Çıxıram 2-sin, 12-dən 2, 10. Bəli. Biz deyirik ki, B-yə tapdıq 9. Əhsən. B-yə 9 tapdıq. Harada B görsə yenə 9 yazacağıq. 9 üstəgələk bu kök altdan 9-dan 3 çıxacaq. Üstəgələk 3 çıxar 2. Yəni 9 üstəgələk 3, 12 çıxar 2 cavab eləyəcək 10 C variantı. Aydın oldu? Əla. Gəlin bir dənə də baxaq, məsələn 8-ci suala. 8-ci sual necə həll olacaq? İzah edim. Eyni qaydadır, dəyişən bir şey yoxdur. Yenə mötərizədən başlayırıq. Mötərizənin içərisində 8 3bucaq 12. Yəni burada hər tərəfində rəqəm var. Biz yuxarıda birinci gəlin 3bucaq, yəni operatorunu tapaq, burada verib. A-nı 8-ə, B-ni isə 12-yə bərabər elədik. Yerinə qoyaq. 2 vurulsun 8 üzərinə gələk 12. Cavab nə elədi burada? 2 və 8, 16 üstə 13-də 28. Bu mötərizənin cavabı olacaq nə? 28. Gəlin indi bu mötərizəni hesablayaq. İndi yenə 3 bucaqda verib bunu bizə. 3 bucaq 12, 12 3 bucaq 8 verib bizə. Gəlin buranı indi burada həll eləyək. Deməli, 3 bucağın sol tərəfindəki rəqəmi, yəni 12-ni A-ya, sağ tərəfindəki rəqəmi 8-i isə B-yə bərabər elədik. 12 vurulsun 2.
24. Üzərinə gələk nəyi? 8-i. Cavab nə elədi? 32. 32. Bu da oldu 32. İndi bizə bir dənə də əməl verib. Bu ox işarəsi var, o da bir operatordur. Operatorun sol tərəfində 28, sağ tərəfində 32 verib. Biz bunu yuxarıda yerinə qoyaq, gəlin. Daha doğrusu bərabərləşdirək. 28, 32-ni də qoyduq burada. Bizə də bundan cəmini istəyir. Bundan da cəmini eləyəcək 60 edəcək B variantı. Aydındır? Yəni çətin deyil. Yəni gözlədiyiniz kimi çətin deyil. Başa düşdünüz uşaqlar? Maraqlı dərsində mənim. Bəli. Gəlin bir dənə də başqasına baxaq. Hətta verim, siz sözünüzü eləyin. Məsələn, 12-ci sualı yerinizdə indi həll edin, baxaq. Görə eləyə bilirsinizmi? Cavabımız da var. İkinci cavabımız da var. Sonra həll edə bilirsinizmi? Üçüncü cavabımız da yenə eyni cavabdır. Gəlin izah edeyim. Eləyənlər ola bilər, onu izah edək. Deməli, bizə yenə birinci mötərizənin içərisində 12 operator 4 verib. Biz bunu tapırıq birinci operatora yuxarıda buradadır. İndi 2A 12-yə bərabərdir. Baxın. Çünki sol tərəf bunlar bir-birinə bərabər olmalıdırlar. 2A bərabərdir 12-yə, A bərabərdir 6-ya. Burada da B kvadratı 4-ə bərabərdir. B kvadrat 4-ə bərabərdirsə, B bərabərdir 2-yə. Deməli, A6, B2. Burada yerini həll eləyin. 3 dəfə 6 çıxaq 2. Bərabərdir 16-ya. Bu mötərizənin cavabı oldu 16. Gəldi indi bura. Yenə bu operatoru yuxarıda axtarıb tapaq. Burada yerləşir. 3A bölü 9. Deməli, 3A bərabərdir 9-a. Deməli, A bərabərdir nəyə? 3-ə. A dedik 3. 2B bərabərdir 6-ya. B də bərabərdir 3-ə. Deməli, 4 vurulsun 3-dür bu da. 3 ilə 4 vurulsun 3, yəni 15-ə bərabərdir. Gətirib bu mötərizəni də yenə yazdıq 15-i. Səndən də bunların fərqini istəyir. 16-dan 15 çıxana cavab eləyəcək 1. Aydındır? Bəli, müəllim, bəli. Sonra gəlin baxaq. Məsələn, gəlin baxaq. Elə 20-ci suala baxaq gəlin. Bax. Bizə verib 3C çıxaq 1 bərabərdir 11-ə. Bərabərdir 11-nə dedim çünki hər ikisi sol tərəfdə yerləşir. Yəni bir-birinə bərabər olmalıdırlar. 3C çıxılsın 1 bərabərdir 11-ə. 3C bərabərdir 1 keçib dəfə oldu 12. C də bərabərdir 4-ə. İndi harada C yoxsa yenə yazacaq 4-ü. Gəldik bura. 2A çıxılsın 4 bərabərdir 6-ya. 2A bərabərdir 10-a. A bərabərdir 5-ə. Buradan da A-nı yerinə 5 yazsaq. 5-in kvadratı 25. Üstəgələ 4 çıxaq 4. Yəni bunlar getdi. 25 belə 5 eləyəcək 5. Başa düşdünüz uşaqlar? Hə.
Gəlin sonra məsələn 22-yə baxaq. Birinci nə edəcəyik uşaqlar burada? Bunu sadələşdirək, gəlin bax yuxarıdakını sadələşdirək, sonra yerinə qoyaq, həll edək. Çünki belə çox mürəkkəb görsənəcək və eləyə bilməyə bilərsiniz. Ona görə gəlin sadələşdirək. Birinci bunu nə edirik? Birinci nə edək? Gəlin hər tərəfi 24-ə vurub buradan bundan azad olaq, yəni. Hər tərəfi 24-ə vursaq, deməli 2 üstə gəlinsin. A bucaq B bölünsün 2 bərabərdir. 24-ə vursaq yuxarıda olacaq nə? 48 bölünsün 2A üstə gələk B. İndi bu 2-ni keçdik bu tərəfə. Belə bir şey alınacaq. A 3 bucaq B bölünsün 2 bərabərdir 48 bölünsün 2A plus B çıxılsın 2. Bir də biz bunu 2-ni. Bax, indi hər tərəf gəlin 2-yə vuraq ki, bundan azad olaq. Olacaq nə? Bərabərdir 2-yə vuranda bunu da 96 bölünsün 2A üstə gələk B. Xeyr. Yəni bu cür həll olunur. İndi yerinə qoyaq, həll eləyək. Bax, məsələn 2 ilə 2-ni aparıb burada hər 2 ver də. Buna da 2, buna da 2 qoysaq. Baxın, 2 vurulsun 2, 4, üstə gələk 2, 6. 96 bölək 6, çıxaq 4. Bu da neçə eləyəcək? 96 6-ya böləndə 16, çıxaq 4 bərabərdir 12-yə. Aydındır? Mürəkkəb görsənə bilər, amma sadələşdirmə. Müəllim, tutaq ki 24-ü heç vurmuruq da, yəni. Aha. Hər birinə. Orada məsəl üçün bu şeyin üçbucağın o tərəflərində 2-lər var da. Aha. Həmin bu 2 qoysaq yerinə, bu üçbucaq hansı vurma olur? Heç nə olmur. Sonra öz yerində qalacaq. Əgər biz bunu yəni belə deyil də bir dənə göstərəm modüldə. Buranı silək. Eyni cavaba gəlib çıxacaq. Sadəcə elə bir ki, sadələşdirmə eləmədən gələcək də ora. Bax, məsələn, indi hər A-ya da 2 deyir, B-yə də 2 deyir. Sən buraya 2 qoysan, bu olacaq 6. İndi belə eləyək də. 2 üstə gələk. 2 bölünsün 2 bölünsün 24 bərabər nəyə? 2 bölünsün 6, yəni 3-də 1-ə. Bu da hər tərəf 3-ə bölündü mü? Qaldı nə? 2 üstə gələk. Bölünsün 2 bölünsün 8 bərabər nəyə? 1-ə. İndi biz bunu sadələşdirməyə çalışsaq, 8-i vurduq bura. Olacaq belə. 2 üstə gələk. 2 bölünsün 2 bərabərdir. Tənasıb kimi də 8-ə. Çıxanda da 2 bölünsün 2 bərabərdir. 2 2 dəfə oldu mənfi. 8 çıxaq 2, yəni 6 deməkdir. Tapanda da bunu belə tənasıb kimi yenə vururuq. 2-ni 6 eləcək 12. Aydındır? Bu cür suallarda var yəni. Sonra. Düşməz müəllim inşallah. İnşallah. Bu daha rahatdır, tamam. Daha rahatsa əla. Sonra. Gəlin 34 tipli sualları izah edeyim. 34 tipli suallardan endirik. Biz yəqin ki vurmada bərabərin hər iki tərəfində olan eyni vuruqların islah olmasını bilirik. Bax, məsəl üçün burada da vuraq K var. Məsələn, K var, burada da K var. Eyni şey. Bunları islah edək. Bunlar getdi. Bax, məsələn, burada da hər şeylər var, sildik. Qaldı sadə bir məsələ. Məsələn, 4 ilə 3-ü apardın, yuxarıda bərabərləşdirdin. 4 üstə gələk 2 vuraq 3, yəni 6. Bu elədi 10. Gəldim bura. 1 ilə 7-ni qoydum burada. 1 vuraq 2. Üstə gələk 7 dəfə 5, 35. Bu
Bu da elədi 37. İndi 10-un 37-nə bax qoysam burada. 10, 37. 10-un 37-nin cəmi neçə eləyəcək? 47. Bunu da 3-ə vuranda neçə eləyəcək? 141 eləyəcək. Aydındır? Yəni, əgər bizə belə bir sual versə, hər iki tərəfdə də eyni bir məsələn, eyni bir hərf versə, eyni bir simvol versə və eyni operatorun yanında versə onu, biz bunu neyinirik? İslah edirik. Ki, burada vermişdik yumruq K, burada da yumruq K vermişdik, biz bunları sildik. Sonra, gəlin baxaq 35-ci suala, maraqlı sualdır bu da. Baxın, burada 7B bərabərdir 50 üstəgələk B bölək 4 yazıb. Burada da 2 ilə 16 9 yazıb. Demək ki, burada başqa bir əməl də var da. Burada nəyinəsə bir şey görməliyik ki, bu 9-u alaq buradan. Gəlin bir eləyək. Bax, 7-dən 50 alaq, B-dən də B bölək 4 alaq gəlin. 7-dən 50 almaq üçün nə edə bilərik biz bunu? 7-nin kvadratı üstə gəlsin 1. Əhsən. Yəni, belə deyim də, burada deyək ki, bu başqa bir əməldir, bu başqa bir əməldir. Bunu nə edirik? Məsələn, A kvadratı üstə gələk 1 kimi düstur yazırıq. 7-nin qoydum bunun yerinə, 7-nin kvadratı üstə gələk 1 bərabərdə 50-yə. Üstə gələk, bu nə edirik bəs? Yazırıq buna da B bölək 4. Elə 4-ə bölürük yəni. Düsturumuz necə oldu deməli? A kvadrat üstə gələk 1. Bir də məsələn, burada operator B bölünsün 4. Bu cür həll edəcəyik. Biz indi burada 2-ni kvadrat yüksəldib üstə 1 gəlsək, eləyəcək 5. 16-nı da 4-ə bölsək, eləyəcək 4. Cəmi neçə eləyəcək? 9. Eyni şey burada da eləsək. 4-ün kvadratının üzərinə 1 gəlsək, 17. Üstə gələk 32-ni 4-ə bölsək, 8. Cəmi neçə eləyəcək? 25. Aydındır? Sonra bunu cəmdən tənlik eləyək. Məsələn, burada bir tənlik verib bizə. 41-də. Bildiyimiz kimi operator eynidir. Aparıb yuxarıda 4A bərabər 8 yazaq. Gəlin. 4A bərabər 8-ə. Deməli, A bərabər nəyə? 2-yə. Gəldik, burada yazdıq A-ya 2. 5B-də 20-dirsə B də bərabər 4-ə. Gətirin 4-B-nin yerinə yazın 4-ü. 2 üstə gələk. 2 vuraq 4, yəni 10. Baxın, bu hissənin cavabı elədi 10. İndi biz 16 və A-nı aparıb yuxarıda bərabərləşdirib cavab yazmalıyıq 10. Çünki bunlar bir-birinə bərabər götürüb. Deməli, cavablar da bərabər olmalıdır. İndi gəlin yuxarıdaşını yerinə qoyaq, həll eləyək. Yuxarıdaşını silək, gəlin. Deməli, buranı silək. İndi 16-nı 4A-ya bərabərləşirsək, A bərabər 4-ə. Bu A-nı da 5B-yə bərabərləşirsək, məsələn 5B bərabərdir A-dırsa, B nəyə bərabərdir? A bölünsün 5-ə bərabərdir. A bölünsün 5-ə bərabərdir. Aparıb onu da bunun yerinə qoysan, olacaq 2A bölünsün 5. 4 üstə gələk 2A bölünsün 5. Deməli, 4 üstə gəlinsin 2A bölünsün 5. Bərabər nə demişdik? 10-a. İndi bu 4 keçib tərəfi oldu, bu 6. 2A bölünsün 5 bərabərdir 10 çıxaq 4 6-ya. Tənasüblə 5-i də 6-ya vursaq, 2A bərabərdir 30-a. A da bərabərdir 30 bölək 2-yə, yəni 15-ə. Aydın oldu? Hamı başa düşdük? Əla, bu da tənlik idi. Sonra gəlin bir dənə də diqqətlə qulaq alsın.
Tərs operator deyə bir qayda var qeyri-aşkar tipli suallarda, aşkar tipli operatorlarda. Bu tərs operator nədir? Baxın, burada sizə verib A yumru B. Burada da B yumru A. Yəni sən 2 ilə 1 bunun yerinə qoysan belə, burada heç bir nəticə əldə edəməyəsən. Çünki 2 dənə məhsulumuz var, bununla bu. Bunun üçün həmən o 2 dənə məhsulun yerinə yazırıq. Gəlin belə yazıq da. Buna deyək X. Diqqətlə qulaq asın. Buna deyək Y. Gəlin indi bunu yerinə qoyaq X. Yəni 2X bərabərdir 5 vurulsun A. A nədir bizdə? 2. Yəni 10. Üstə gələk 2 vurulsun B. Yəni B 1 də burada. Üstə gələk 2. Üstə gələk buna demişik Y. Yəni qısacası 2X bərabərdir 12 üstə gələk Y-ə. Bu bizim birinci təmlimimizdir. Ki buradan da bir nəticə əldə eləmirik hələ ki. İndi ikinci təmlimimizə baxsaq. Biz X-dən Y-i yerini dəyişsək. Gəldik bura. İndi bunların yerini dəyişək. Buna deyək Y, buna deyək X. Bunların yerini dəyişdik mi? Əla. Yazaq. 2Y bərabərdir. İndi necə ki biz burada X-dən Y-in yerini dəyişdiksə, bunların da yeri dəyişməlidir. A olacaq 1, B olacaq 2. İndi burada yerinə qoysaq, 5 vuraq 1. 5. Üstə gələk 2 vuraq 2. 4. Üstə gələk X. Yəni 5-in 4-ün cəmi 9. Üstə gələk X. Bu oldu bizim tənliklər sistemi. İndi biz buradan nəyi tapmalıyıq? X-i. Niyə? Çünki AB deyib. AB-də 2 1-dir. Biz indi bunu tapmaq üçün nə edirik? Buradan gəlin belə deyək. Y nəyə bərabər olacaq? Yəni birinci onu tapaq hələ. Və yaxud da X nəyə bərabər olacaq? Onu tapaq, yerinə qoyaq, həll eləyək. Deməli, Y burada. Daha doğrusu, gəlin buradan baxaq. Hə, buradan baxaq. Y bərabərdir. Baxın, buradan baxaq. 9 üstə gələk X bölək 2-yə. Niyə? Çünki Y-də bu. Bir dənəsini tapmaq üçün 2-yə bölməliyik. Bizə verilən bu Y bərabər 9 üstə gələk X bölək 2-ni aparıb yuxarıda verilən Y-in yerində yazmalıyıq. İndi yazaq gəlin. 2X bərabərdir 12 üstə gələk. İndi Y-in yerinə yazaq bunu. 9 üstə gələk X bölünsün 2. Bunu belə yazdıq. İndi nə edirik? Ortaq məxrəci gətiririk. Ortaq məxrəc gətirəcək, bəli. Deməli 2X bərabərdir. Ortaq məxrəc gətirmək deyəndə, yəni bu 2-ni vururuq 12-yə, üstə gəlirik yuxarıdan. Aşağıdan 2, yuxarıda isə 24, üstə gələk 9, üstə gələk X bərabərdir. İndi bu 2X necə biz tapacağıq? Necə? 2X bərabərdir 33 üstə gələk X bölək 2. Biz bu 2-nin tənasüblə vurduq bura. Oldu bu 4X bərabərdir 33 üstə gələk X-ə. X gəldi bura. Oldu bu 3X bərabərdir 33-ə. X də bərabərdir nəyə? 11-ə. Yəni biz A operator B-ni bunun tapdıq qiymətini 11 ki, o da bizdə elə bunun cavabı idi. Cavab olacaq C variantı. Təhlillər sistemindən sonrakını izah edəcəm. Tamam. Gəlin başqa sual üzərində izah edeyim də onu. Deməli, məsələn, həmən suallardan 1-45-dir. Yenə, baxın, AB verib və BA verib. Buna bir X desək, buna bir Y desək hələ ki. X
bərabərdir 2 vurulsun y, yəni 2y üstə gələk 3b. B nədir bizdə? 3-dür elə. 3 dəfə də 3 9. Bu bizim birinci tənliyimizdir. İkinci tənliyi tapmaq üçün nə edirik? Bunların yerini dəyişirik. Yəni y bərabərdir 2x üstə gələk. İndi bundan da yeri dəyişəcək. B olacaq 4. 4 dəfə də 3 12. İndi dedi ki x bərabərdir 2y üstə gələk 9, y bərabərdir 2x üstə gələk 12. Y burada bərabərdir 2x üstə gələk 12-yə. Aparıb yuxarıda yerinə qoysaq. X bərabərdir 2 vurulsun 2x üstə gələk 12 üstə gələk 9. Bunu vurub atsaq. X bərabərdir 2 vuraq 2x 4x üstə gələk. Yenə vuranda 24 üstə gələk 9 eləyəcək. İndi buradan görürük ki 4x burada 3x burada. Bu 4 bura gələndə olacaq mənfi 4 üstə x gələndə olacaq mənfi 3x. Bərabərdir nəyə? 33-ə. 33-də mənfi 3-ə böləndə x bərabərdir nəyə? Mənfi 11-ə. Cavabımız olacaq elə D variantı. Yəni biz burada hər zaman x-i tapırıq. Aydındır. Necə? Bir dəqiqə. Tamam. Bu aydın olur bura qədər. Gəlin bir də 50 tip sual izah edeyim. Deməli bu tip suallarda nə edirik? Bizə verib t 3 dənə də bərabərlik verib. T kvadrat çıxaq 3, t üstə gələk 1, t bölünsün 4, çıxaq 2. Amma şərtlər daxilində. T 5-dən böyük olarsa belədir, T 5-dən kiçik olarsa belədir və T 5-ə bərabər olarsa nə edəcəyik onu verib. T bizdə 6-dır. İndi T bizdə 6-dırsa biz sizcə hansına getməliyik? Yəni hansı şərt ödənir bizdə? Birinci ilə. Bəli. İndi T kvadratı çıxaq 3-də. Yəni 6-nın kvadratı çıxaq 3 ilə getsək, cavab olacaq nə? 33 C variantı. Aydındır? Mənimə də izah edə bilərsiniz. Bəli. Bax, bizdə bura 6 verib elə. Baxaq. Bəli. Yuxarıda T verib, aşağıda bizdə 6 verib. Biz bu 6-nı aparıb T-yə bərabər eləsək. T oldu 6. İndi buradakı bu bərabərliklər var. T böyükdür 5-dən, T kiçikdir 5-dən, T 5-ə bərabərdir. Buradakı T-lərin hamısını 6 yazsaq. Hansı şərt ödənəcək burada? Hansı şərt? 6 5-dən böyükdür, 6 5-dən kiçikdir, yoxsa 5-ə bərabərdir. Böyük əlbəttə ki. Ona görə birincinə getməliyik. Yəni bununla. Çünki orada verib 6 5-dən böyük olduğu. Biz də 6-nı qoyacaq T-nin yerinə. T kvadrat çıxaq 3 idi. İndi 6-nın kvadratı çıxaq 3 olsa cavab olacaq 36 çıxaq 3, yəni 33. Bəli, bildim müəllim. Çox sağ olun. Sağ olun. Aydın oldu uşaqlar hamıya? Sonra bir dənə fərqli sual axtaraq. Gəlin bax 60-cı suala. Birinci mötəzənin içərisinə baxırıq hər zaman, dediyimiz kimi. Burada baxsaq ki, baxın, 2 operator 1 verib. Həmən operator buradadır. Gəldik 2 ilə 1-i bərabərlədik buradan. 2 bir də 1 vuraq 2. Cavab elədi 4. Bu elədi 4. İndi biz 3 ilə 4-ü aparıb harda qoyacağıq? Bax burada. Gəldik burada. Yerinə yazdıq 3 ilə 4. Diqqətlə qulaq asın buna. Yazdıq buna 3 ilə 4. Burada verilən 5 var. Bax bunu burada bölmə əməli kimi qeyd edəcəyik. Bölək 5. 3 ilə 4-ün də harda A varsa yerinə 3, B varsa yerinə 4 yazırıq ki, burada yazdıq. Bizdə indi burada bir dənə də operator var. 3 operator 4.
Bunun qiymətini bilmədiyimizə görə harda varsa gətirib ona yazırıq. Yəni bura. 3 ilə 4-ü burada qeyd elədik. Yenə burada da A-ya 3, B-yə 4 yazsam B olacaq 8. İndi biz 3 ilə 8-i aşağıda qeyd eləməliyik. Baxın. 3-ü yazırıq buradan. 8-i yazırıq buradan. Bizə deyir ki 3 üstə gələk 2 vuraq 8, yəni 16. Bu elədir bizdə 19. Biz 19-u tapdıq. Bax belə bunun qiymətini tapdıq 19. İndi bizə verib 19-dan 3-ün operatorunu. Aparıb onu yenə qoyuruq aşağıda. Burada yerinə qoysaq indi 19-dan 3-ü. Deməli 19 bura qoyuruq. 3-ü qoyduq buradan. 19 üstə gələk 2 dəfə 3 6. Bu da 25. Deməli biz bunun cavabını tapdıq 25. Bir də 25-i də bunu silək yazaq 25. Aşağıda bölmə var. 25 ilə 5-ə böləndə cavab eləyəcək 5 D variantı. Aydındır? Deyək başa düşdünüz? Sonra baxaq görək daha maraqlı başqa suallar varmı? Var. Baxaq 67-ci suala. Bunu da bax yekunlaşdıraq. Gəldəz davam eləyək, çünki hiss edirəm ki, yavaş-yavaş yoruluruz. Deməli, baxın, bizə verilib burada mötərizənin içərisində operator. Eyni şey, məsələn, bu ulduz sağında A verib, yuxarıda da eyni şey verib, ulduz sağında A bərabərdir A kvadrat üstə gələk A. Biz indi nə edəcəyik? Baxın, burada mötərizənin daxilində bunu silib, yenə yazacaq bunu. Çünki eyni şeydir axı. Bu nəyə bərabərdir? Zaten buna. A kvadrat üstə gələk A mötərizədə bir dənə skelet bərabərdir 175-ə. İndi skeletin sağında bizə verib A. Bu da bizdə verib A kvadrat üstə gələk A. Bu A ilə bu A-ların bir-birinə dəxili yoxdur. Fərqlidir. Yəni biz buradakı A-nı yerinə yazacağıq nəyi? A kvadrat üstə gələk A-nı. Yəni harda A görsək indi yerinə bunu yazmalıyıq. A kvadrat üstə gələk A-nı. Gətirib burada yerinə yazsaq 2 vurulsun. A var da indi A-nı yerinə yazacaq nə? A kvadrat üstə gələk A çıxaq 5 bərabər nəyə? 175-ə. Bu 5 gəldi, bu təfəkkürçü oldu, bu 180. 2-yə böləndə eləyəcək 90. A kvadrat üstə gələk A da 90-a bərabərdirsə, hansı ədədin kvadratınla özünün cəmi 90-a bərabərdir? Təbii ki, 9-un kvadratınla özünün cəmi 90-a bərabərdir. Yəni A bərabərdir nəyə? 9-a. Cavab tapırıq buradan. A variantını. Aydındır? Başa düşdük uşaqlar deyək. Əla. Riyaziyyat, bəli. Riyaziyyat, yəni məntiq demək olar ki, 60-70%, hətta 70-80% riyaziyyatdan ibarət. Yəni, belə dərin riyaziyyat lazım deyil. Sadəcə, belə deyim də, 7-8-ci siniflərin riyaziyyatı pis bəs eləyər. Elə çox dərin bir riyaziyyat lazım deyil. Əməllər dərsində. Düstur. Burada düstur yoxdur. Düstur nə atım? Düstur elə özləri verib burada. Həmən hesab verilən rəqəmləri aparıb yuxarıda düstura bərabərlik həll eləyəsən. Fəza fiqurları dərsləri var. İrəlidə keçəcəyik inşallah. Mən gələn dərsimiz də riyazidir, yoxsa? Bəli. O dərsdən sonra nisbətən açıqdakı biraz şəkillərə biraz beyniniz açılsın. Şəkillər dərslərinə. Keçəcəyik. Ondan sonra. Nəsə bir sualınız var dərslə bağlı? Mənim yoxdur, mənim uşaqlarım var.